Allahu Ekber, Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Əmmə ba'd. Son zamanlar bəzi qardaşlar tərəfindən belə bir sual ünvanlanır ki, Qarabağ müharibəsi şəri cihad sayılırmı, cihad hökmündədirmi və ya Qarabağ müharibəsində ölən şəhid hökmündədir ya yox? Bu və buna yaxın mənalarda suallar verilir. Və bu sualı cavablandırmamışdan öncə bir önəmli məsələni qeyd etmək istəyirəm, çünki bu çox vacib məsələdir. O da budur ki, mən belə düşünürəm ki, ümumiyyətlə bu cür sualların ortaya çıxmasına səbəb bəzi qardaşların xavaric mənhəcli insanların fikirlərindən təsirlənməsidir. Və görürsən ki, bu və bu kimi sualları əqidəsi ilə, mənhəci ilə, əxlaqı ilə, ibadəti ilə, sünnət üzərində olan bir qardaş sənə ünvanlayır. Və ağlına belə bir sual gəlib. Və düşünürəm ki, onun ağlına belə bir sualın gəlməsi çox vaxt belə qardaşların xavaric mənhəcli, təkfirçi düşüncəli insanların fikirlərindən təsirlənmələridir. Yəni, belə bir sual mənim ağlıma niyə gəlmir? Başqa bir tələbənin ağlına niyə gəlmir? Başqa bir ümumiyyətlə sabit əqidəsində, mənhəcində sabit qardaşın ağlına niyə gəlmədi? Hansı ki, onlar səndən də daha qeyrətli dində və səndən də daha elmlidirlər. Ancaq belə bir sual məhz sənin ağlına gəldi. Və bu bir göstəricidir ki, bir dəlildir ki, sən haradasa bu xavaric mənhəcli insanların fikirlərindən təsirlənmisən və artıq belə mövzularda bu cür mənasız, hətta deyərdim ki, mənasız suallar sənin ağlına gəlir. Və əslində belə sual verən qardaşlarım mən hallarına təəccüb edirəm və onların bu vəziyyətlərini acıyıram. Səbəb nədir? Və nə üçün bayaq belə sualları mənasız suallar adlandırdım? Gəlin bir anlıq təsəvvür edək ki, Qarabağ müharibəsi və orada ölən şəhid hökmündə deyil, məsələn. Və cihad da deyil. Yaxşı, erməni gəlib girib torpağıva, erməni gəlib girib sənin evin içinə, neyniyəcəksən? Telefonu götürüb zəng edəcəksən ki, qardaş, erməni qapının ağzındadır, qapını döyür, qapını sındırır. Bir mənə fətva ver görüm. Yəni, onunla mən vuruşum ya vuruşmuyum. Ona silah qaldırım ya qaldırmıyım. Bu cihaddır ya yox. Birdən məni öldürsə şəhid olacam ya yox. Allahu müstəan. Yenə belə bir sualın ağla gəlməsi aqillikdəndirmi? Təbii ki, yox. Sual verirsən ki, orada ölən şəhiddir ya yox.
Bu müharibə cihad hökmündədir ya yox? Tutaq ki, cihad hökmündə deyil. Razılaşdım səninlə. Heç münaqişə etmirəm, mövzuya girmirəm. Tam rahat bir şəkildə razılaşdım səninlə. Sonra otur evində. Gəlib erməni, kafir, malğı da qəsb eləsin, canıva da qıysın, girsin sənin evin içinə. Sən isə ələm cavab axtarırsan. Bu aqillikdən deyil. Bu aqillikdən deyil. Və təbii ki, bu sualın cavabına gəldikdə, onu deyə bilərəm ki, təbii ki, vətən uğrunda gedən hər hansı bir hərbdə ölən adama müsəlmana şəhidlikdən pay var və bunda şək yoxdur. Bunda şək yoxdur. Çünki şəri cihad dedikdə Allah subhanahu və teala'nın adını uca tutmaq qəsdi ilə aparılan dini, şəri döyüş nəzərdə tutulur. Amma sual verilsə ki, bəs vətən uğrunda, torpaq uğrunda gedən bir döyüşdə mən ölsəm, mənə şəhidlikdən pay varmı? Cavab bəli. Necə ki bunu Şeyx İbn Useymin rahiməhullah Kitab-ı Tevhidin şərhində deyir. Deyir ki, vətən uğrunda, torpaq uğrunda ölənə şək yoxdur ki, şəhidlikdən pay var. Nə üçün? Çünki necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Tirmizinin Sünənində və başqa hədis kitablarında nəql olunan səhih hədisdə buyurur ki, malı uğrunda, yəni malını müdafiə uğrunda ölən şəhiddir. Əhli uğrunda, əhlini müdafiə uğrunda ölən şəhiddir. Yəni ona şəhidlikdən pay var. Və sən təsəvvür et ki, vətən uğrunda və ən azından bilirsən ki, sənin önündə duran xalis kafirdir. Şək və şübhəsiz, ixtilafsız, xalis kafirdir, ermənidir. Və bu döyüşdə sənin uduzacağın heç bir şey də yoxdur. Ən azından bilirsən ki, atdığın güllə kafirə doğru gedir. Ən azından onu biləcəksən ki, yer üzərində bir 10 dənə kafirin sayı sənin əlində azalacaq. Burada sənin uduzacağın heç nə yoxdur və üstəlik də sən bununla öz ırzını, namusunu, öz mülkünü, öz əhlini, öz torpağını böyüyüb başa çatdığın, yaşadığın vətənli qoruyursan. Peyğəmbər sallallahu aleyhi və səlləm demişkən, əgər malı uğrunda, yəni mücərrəd olaraq, malı uğrunda, onun müdafiə uğrunda ölən şəhid sayılırsa, gör vətən uğrunda, onun müdafiəsi uğrunda ölən necə? Çünki bu müharibədə artıq namusun da qorunması var. Həmçinin sənin ailəvin, əhlivin, malvın, torpağın, bütün bunların müdafiəsi həmin hərbdə ehtiva olunur. Burada başqa bir məsələ də var və bu çox önəmli bir məsələdir. Və buna diqqət olunmalıdır. Başqa şəri məsələlərdə olduğu kimi, bu məsələdə də əsas məsələ qayıdır niyyətə. Sən niyyətini düzəlt, Allah üçün niyyətini düzəlt, ən
ən azından niyyətə görə sən savab qazanacaqsan. Önəmli olan niyyətdir. Çünki niyyətin xarab olsa, hətta sən Allahın dini uğrunda, Allahın adı uca tutulsun deyə bu ad ilə edilən cihadda ölsən belə şəhid salmayacaqsan. Əgər niyyətin xarab olsa. Hətta bu dünyada insanlar nəzərində zahirən şəhid hökmündə olsan da, axirətdə şəhid hökmündə olmayacaqsan. Ona görə məsələ qayıdır niyyətə. Əsas sən niyyətini düzəlt. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm İbn-i Məcənin Sünənində rəvayət etdiyi səhih bir hədisdə, necə ki, Şeyx Əlbani rahimehullah da səhihləşdirib, buyurur ki, Mən səələlləhə şəhədətə bisidqin min qalbi, bəlləğəhullahu mənazilə şühədə və immətə alə firaşi. Kim Allahdan sıdıq qəlb ilə şəhadət, şəhidlik diləsə, o hətta öz yatağında ölsə belə, Allah onu şəhidlərin dərəcəsinə yüksəldəcək. Fikir ver hədisə. Sən niyyətli düzəlt. Fikir ver hədisə. Mən səələlləhə şəhədətə bisidqin min qalbi. Kim sıdıq qəlb ilə, xalis niyyətlə, tam səmimiyyətlə Allahdan şəhidlik diləsə, Allah Rasulü buyurmur ki, hərb meydanında وَاِنْ مَاتَ عَلَى فِرَاشِ Hətta öz evində, öz yatağında ölsə belə بَلَّغَهُ اللّٰهُ مَنَازِلَ الشُّهَدَى Allah onu şəhidlərin dərəcəsinə yüksəldəcək. Hətta öz yatağında ölsə belə. Qaldı ki, vətən uğrunda gedən döyüşdə ölməyi necə? Hansı ki, onda sənin namusuğun, sənin torpağın, sənin canıvın, sənin malığın, sənin əhlivin qorunması qəsd olunur. Məsələ budur. Ona görə məsələni şişirtməyə, çox belə dərinə getməyə, cürbəcür fəlsəfələr açmağa ehtiyac yoxdur. Və yenə də deyirəm və təkrar edirəm. Və o qardaşları tənbih edirəm. Və xatırladıram ki, belə sualların ortaya çıxmasına səbəb sənin hardasa təkfir düşüncəli və xavaric mənhəcli insanlardan təsirlənməyinin səbəbidir. Görürsən ki, adi normal bir qardaşdır, yaxınlaşır sənə, sual verir ki, qardaş, Azərbaycan Darül İslamdır ya Darül Küfür? Hə, Darül Küfürdür. Sonra deyir heç nə. Sonra elə-belə sual verdim. Subhanallah. Sual verirsən ki, qardaş, Qur'an oxuya bilirsən, təcvidlə, tam, səlis bir şəkildə, gözəl qirayətlə, Qur'an oxuya bilirsən, təcvidi bilirsən, qayıdıb sənə deyir ki, ümumiyyətlə, mən ərəb hərflərini belə tanımıram. Ərəb dilində ümumiyyətlə Qur'an oxuya bilmir, təcvidi qoy qırağa. Qardaş, get, Qur'an oxu. Xayrukum mən təalləməl Qur'anə və alləmə. Sizlərin ən xeyriniz Qur'anı öyrənən və onu öyrətəndir. Get, bu xeyirlərdən ol. Get, sənə bu dünyada və axirətdə fayda verəcək və sənin mənzilivi, dərəcələrini yüksəldəcək işlə məşğul ol. Allaha ibadət et. Yoxsa şeytanın vəsvəsələri sağdan gəlir, sən deyirsən, baş üstə. Soldan gəlir, deyirsən, baş üstə. Hardan gəlir, deyirsən, baş üstə. Həmən qəbul edirsən. Və bu da göstərir ki, sən bidət əhli ilə oturub durursan. Bu göstərir ki, sən bidət əhlini dinləyirsən. Və bu göstərir ki, sən bidət əhli ilə haradasa dostluq etmirsən və onların fikirlərindən təsirlənmirsən. Və nəticədə bu cür mənasız suallar sənin ağlına gəlir. Və bu cür mənasız suallar ilə qardaşları narahat edirsən. Və bu suallar mənasız suallardır və bizə vacib olan öz niyyətimizə, qəlbimizə, əməllərimizə, ibadətlərimizə, əxlaqımıza, mənhəcimizə, elmimizə, dəvətimizə fikir verməkdir. Bu şeylər barəsində maraqlanmaq lazımdır.
Bu şeylərin dərdini çəkmək lazımdır. Qoy dərd çəkən, qoy maraqlanan, qoy sorub soruşduran bu şeylər barəsində maraqlansın. Bu şeylərin dərdini çəksin. Bu şeylər barəsində araşdırma etsin və bu şeylər barəsində soruşsun. Və doğrusunu Allah bilir. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və atubu.